Salam, salam, salam. Necəsən ay fikirçi? Nə var, nə yox, neynirsən, vəziyyət necədir? Bu gün səsimiz biraz quyudan gəlirmiş kimi eşidilə bilər. Ona görə günahımızı gərək bağışlayasan. Günahımızı deyirəm, çünki bu gün tək olmayacağam. Nəysə, biz bu gün 2 nəfər olacağıq. 2 gözümün çiçəyi Aytəkinim bu gün mənləndir. Amma ona qonaq deyə bilmirəm, çünki ev sahibi kimidir. Bunu da deyim nəyə görə? Çünki biz ikimiz bir yerdə qərar almışıq ki, bundan 3-4 il əvvəl ki, biz podkastla başlayacağıq, amma başlayıb başa çıxa bilməmişdik. Nəhayət ilk bölümümüzü istədik ki, bu gün müzakirə eləyək və bayaq dediyim kimi artıq səsimiz quyudanmı çıxacaq, necə olacaq bilmirəm. Nədirsə, əsas odur ki, başlayırıq. Yaxşı olar inşallah. Eee Aytəkinə söz ötürmədən əvvəl, mövzu barədə bir damcı bir şey deyim, sonra birbaşa söz ötürəcəm Aytəkinə. Deməli, mənim təxirə salma bəlamı bilirsən. İndi işin digər ucu da var. Aytəkində də tam əksinədir. O heç bir şeyi təxirə salmır və hər şeyi plana uyğun eləyir. Məsələ odur ki, mən nə qədər təxirə salma canavarıyamsa, o da bir o qədər planlar kraliçasıdır. Ona görə biz bu gün bu məsələni iki ucdan müzakirə eləməyə qərar verdik ki, görək mənə bunu elətdirən nədir ki, mən hər şeyi ən sona saxlayıram və görək Aytəkinə bunu elətdirən nədir ki, o lazım olanda həyatı da bir kənara qoyub planların dalınca qaçır. Belə, indi sözü ötürürəm Aytəkinə. Eee, Belə qəşəng giriş elədiyin üçün çox sağ ol Fəridə. Bütün Fikirçi izləyicilərini mən də salamlayıram. Ümid edirəm ki, söhbətimizdən zövq alacaqlar. Çünki mən həmişə Fəridə ilə danışanda bayaq bir prosesdən zövq alıram. Belə məncə mövzuya dan deyə keçid eləyə bilərik. Sadəcə bir məsələ var ki, bu mövzunu seçəndə düşündüm ki, daha doğrusu, yəni Fəridə mənə deyəndə ki, gəl bu mövzunu müzakirə eləyək. Dedim ki, əslində hərdə, yəni hərənin o baxış bucağı nədirsə, onun üzərindən gedək. Sadəcə məsələ odur ki, mən bunu araşdıranda biraz özümü sorğulama məsələsinə başladım və elədiyim şeyin əslində çox da belə normal bir şey olmadığını fərqinə vardım. Düzdür, əvvəldə bunu bilirdim müəyyən qədər. Sadəcə bir neçə dənə video da qabağıma çıxdı. Sanki mənə bu elədiyimin doğru olmadığını göstərməyə cəhd edirmiş kimi və o insanların həyatı dondurma məsələləri hərədə bir formada olur da. Yəni elə insanlar var ki, ümumiyyətlə dayanırlar və heç bir şey eləmirlər. Bu dondurmanın bir formasıdır. Elə insanlar da var ki, o qədər çox şey götürürlər ki, başqa bir şeylərə yer qalmır. Bu da başqa bir dayandırma formasıdır. Əslində, Fəridə ilə bu məsələdə məncə ortaq cəhətimiz hər ikimizin də fərqli metodlarla da olsa bu dondurma məsələsini eləməyimizdir. Sadəcə mən bu dondurmanı daha çox iş götürərək həyata keçirirəm. İndi Fəridə öz fikrini deyəcək, belə deyim də, dayandırma məsələsindən bağlı. Fəridə isə tamam fərqli bir, belə deyim də, metoddan istifadə eləyir. Mən özümə gələndə niyə ümumiyyətlə bu qədər, məsuliyyəti götürmə ehtiyacını hiss eləyirəm? Əslində ehtiyac deyil, deyə düşünürəm. Sadəcə, ağlımda belə bir şey var. Müəyyən bir yaşa gələnə kimi mənim, gördüyüm, təcrübə elədiyim şey odur ki, sən, eee, bir şeyə çox çətinliklə çatırsan ya da sənə müəyyən şeylər çox çətinliklə gəlir çıxır və, bu şey sənə gəlirsə, deməli sən onu sənə gəlməsi üçün nəsə eləmisən və xüsusilə bu məsələ məndə fürsətlər üçün belədir. Yəni, sənə bir təklif gəlirsə, bu, sənin üçün belə deyim də, çox belə parlaq görünə bilər, çox belə, cəlbedici görünə bilər və sən, düşünə bilərsən ki, okey, mən bunu dəyərləndirsəm, bunun sonrakı 2-3 addım sonrası sənin üçün çox yaxşı olacaq və daha fərqli, daha yaxşı fürsətlər gətirəcək və bunların hamısı sənin hazırki vəziyyətini, hazırki həyatını başqa bir levelə daşımağa xidmət eləyir və ona görə də sən özün üçün yaratdığın, sənə gələn bu fürsətləri mütləq və mütləq dəyərləndirəcəksən.
Mənim yanaşmam budur və əslində fərqindəyəm. Yəni belə baxanda düşüncəm odur ki, okeydir, bir insanın əlində çox şey varsa, ya ekstra bir şeylər gələndə onları da götürüb niyə də çətinləşdirsin həyatı? Mən məntiqi cəhətdən bunun, belə deyim də, oturub fikirləşəndə doğru olmadığının fərqindəyəm. Sadəcə yenə də bir tərəfdən də o məsuliyyət götürən tərəfim, fürsətləri dəyərləndirməlisən Aytəkin, deyən tərəfim deyir ki, okey, bax sənə bu fürsət də gəldi və sən bu fürsətin sənə gəlməsi üçün nələrsə eləmisən, öz üstündə işləmisən, deyə o fürsət sənə gəlib. Bəs niyə hazırda sənə gələn fürsəti əlindən itələyirsən? deyə düşündüyümə görə mütləq və mütləq dəyərləndirirəm. Və dəyərləndirəndə də mütləq Fəridə çox qəşəng bilir ki, mənim bu analiz məsələm lazımından çoxdur. Yəni bir iş gəlirsə mən bunu götürəcəm, bunun 2 ay sonrası necə olacaq, 3 ay sonrası necə olacaq, 1 il sonra mən harda olacam bu işdə deyə bir düşünürəm və hər tərəfli analiz eləyirəm. Düzdür, yenə burada da məsələ gəlir, çıxır, biraz okey, mən bu işi götürdüm, mənim xeyrim burdan nə olacaq məsələsinə, o hissəsini mütləq düşünürəm. Amma bir şey də etiraf eləyim ki, yəni az olmayıb ki, bayağı bir əmək sərf eləmişəm, amma qarşılığını lazımi şəkildə almamışam. Ben burada Belə. güvenlik gelmiş situasiyalarda ben saçımı başımı yolurdum. Aytekin neymişsen dayan. Düzdür, haqlıdır. Fəridə tamamilə haqq verirəm. Mən Fəridənin misal üçün yerində olsam və görsəm ki, Fəridə həddən artıq məsuliyyət götürür və mənim kimi davranır, mən bayağı bir hətta Fəridənin elədiyinin 2-3 qatını da tətbiq eləyərdim Fəridəyə qarşı ki, necə yəni sən özünə bunu eləyirsən filan. Amma yəni bu şey məsələsi var da, keçən səfər sən Nasıl dedin? hə, Fəridənin dediyi məsələ, misal üçün Fəridə olmaq bunu tələb edir ya da Aytəkin bunu tələb edir. Eyni məsələdir. Yani insanın aslında burada təbiəti də çox böyük rol oynayır məncə. Mən o məsələn öz tərəfimdən deyirəm ki, əslində məsələn mənə elə gəlir ki, mənim təxirə salma ilə bağlı danışacağım son gündür bu, son mövzudur bu. Çünki mən bunun üstünə o qədər düşünmüşəm, bunu o qədər qurdalamışam, analiz eləmişəm ki, artıq hiss edirəm ki, bu barədə danışanda belə bu mövzu məndə qıcıq yaratmağa başlayır və necə deyim, bunu artıq qurdalamaqdan çirimişəm açığı. Sadəcə bu gün istədim bunu danışaq və əgər bunu bağlayacağamsa da bunu Aytəkinlə eləməliyəm. Məsələ orasındadır ki, o bayaq sən dediyin o fürsətlər hissəsi ilə bağlı bir şey deyəcəm ki, bax yenə o ilk başlayanda dediyimi 2 fərqli ucdan danışacağıq. Əslində tam odur ki, bax məsələn sənin yanaşma budur ki, mənə bu fürsətlər gəlirsə, mən bunları dəyərləndirməliyəm, onlar mənə çətinliklə gəliblər. Məsələn, mənim yanaşmam odur ki, sənin olan sənə gələr və çox rahatlıqla sənə gələr. Əgər bu şey sənindirsə, o sənə çox rahat bir şəkildə axmalıdır və prosesdə çox rahat getməlidir. Bu inancım artıq tam düzgün işləmədiyini düşünürəm. O heç, yəni bura kimi belə idi, amma baxıram ki, yox. Bəzən biraz da sən güc vurmalısan. Yəni hər şeydə kainatın, Allahın artıq adına nə deyirsənsə, onun üstünə atmaq olmaz. Amma digər tərəfdən də o fürsətlərin sənə çətinliklə gəlmə məsələsi də o da məni tam açmır ki, belə olmamalıdır da. Yəni məncə o da deyil ki, o sənə çətinliklə gəlib və ya qarşına çıxan bütün fürsətləri dəyərləndirməlisən. Məsələn, sən bunu eləyirsən çünki əvvəldən artıq analiz prosesi gedir səndə. Məsələn, məndə bu belə olmur. Sadəcə məndə o təxirə salma hissəsi ki, gəlir. Məsələn, deyək də indi yaxın vaxtlarda mənim 3-4 iş fürsətini təxirə salaraq stresslə itələdim özümdən. Məndə o şey sonra gəlir. Hansı ki, bunlar artıq heç biri olmayanda, ay Allah, mən iş tapa bilməyəcəm qorxusu gəlmir mənə. Mən fikirləşirəm ki, mənə yenə gələcək nəsə. Amma məndə orada bir içdən içə utanc hissi cücərməyə başlayır ki, Allah mənə bir sürü fürsət ötürdü və mən onların heç birini dəyərləndirmədim.
Çox kobud da səslənsə, mən qudurmuşluq elədim. Mən şey elədim və bu işte bu fürsətlərin üstündən keçdim hissi gəlir və biraz özümü Allahın yanında üzü kölgəli hiss edirəm ki, bütün təxirə salmalarında belə olur ha. Çünki hər dəfə ona gedirəm və söz verirəm, mən başqa adam olacağam, bir də belə şeylər eləməyəcəm, ötürməyəcəm, gecikdirməyəcəm, amma sonra yenə gecikdirirəm və ona verdiyim sözü tuta bilməmişəm deyə də öz içimdə ayrı əzilirəm, amma o tərəfdən də başqa cür əzilirəm. Və indi sən danışa-danışa da bayaq, elə biz danışmazdan əvvəl də bunu ağlımdan keçirtmişdim ki, sən qabaqcadan planlaşdırıb, o planları da 3-4 gün əvvəlcədən bitirən klubun bayraqdaşıyamsan, məndə ki, bütün təxirə salma ilə bağlı, hazırlanmış videoların, bloqların, proqramların birbaşa hədəf kütləsiyəm. Yəni bunun başqa adı yoxdur. Yəni mən bu vaxta kimi artıq səni neçə ildir tanıyıramsa, heç bir şeyə təxirə saldığını görməmişəm. Heç bir şeyi sonra eləyərəm dediyini görməmişəm. Sənin yəni çox yorğun vaxtını da görmüşəm ki, məsələn görürəm ki, sən artıq ölmək üzrəsən yorğunluqdan. Yəni batareya faizdir və sən deyirsən ki, imtahan suallarını hazırlamalıydım, gedim oturum görüm neyniyirəm. Amma görürəm həmin an sənin gözündən yuxu axır. Məndə isə sistem tamam fərqli işləyir. Son ana kimi mən elə bilirəm ki, mənim başım işləmir. Yəni bunu da yoxlamışam ha. Deyək ki, məsələn, post plan hazırlamalıyam, bir də öz işimdən misal götürürəm. Bir həftə vaxtım var. Bir həftə əvvəl o kompüterin arxasına keçəndə də mən o işi görə bilmirəm. Artıq özümü mən bu formada öyrəşdirmişəm, yoxsa necə olub bilmirəm. Son 2 saatda otururam və ya son gecə otururam, gecə yatmıram. Yorğunluqdan artıq əzilmiş pomidora dönürəm həmin müddətdə. Amma görürəm ki, tappa-tap da o ideyalar çıxır və mən onu hazırlayıram. Sanki mən artıq bir növ mənim default rejimim o olub ki, mən adrenalinlə o ayı qovur məsələsi ki, mən bunu travmada olmasında da danışmışdım ki, məni hal-hazırda ayı qovur və mən bunu eləməliyəm şəklində işləyirəm. Yəni mənim sistemimdə bilmirəm bu cür qurulub, yoxsa bunu mən bu vəziyyətə gətirib çatdırmışam. Odur ki, əslində mən istəyirəm biz biraz bunu necə deyim, həm səni başa düşmək istəyirəm ki, necə olur da, yəni sən o şeyi necə özündə tapırsan ki, məsələn, hal-hazırda yuxusuzluqdan ölürsən, amma durursan o işi görürsən və sonra gedib yatırsan. Bu təkcə məsuliyyət məsələsi deyil məncə. Çünki məsələn, mən də bu gecikdirdiyim şeylə bağlı həddən artıq məsuliyyət hiss edirəm və stressdən ölürəm də. Yəni ora kimi o şey məni gətirib çatdırdı ki, hansısa bir psixoloq tərəfindən diaqnoz qoyulmasa da mən əmin idim ki, mən burnout oldum və o məni ora gətirib çatdıran o idi. Başqa faktorlar olsa da, yəni mən öz quyumu özüm qazdım. O gecikdirə-gecikdirə bədənimi o adrenalinə, o şeyə, o təzyiqə öyrəşdirərək. Amma mən başqa cürünü bacarmıram. İstəsəm də bunu eləyə bilmirəm. Odur ki, yəni əsas sualı qoymaq istəyirəm ki, niyə belə eləyirik? Məsələn, sən niyə planlayırsan? Ya da mən niyə təxirə salıram? Bunu səninlə ona görə danışmaq istədim ki, çox uzun oldu, bir toparlayım. Çünki mənim təxirə salmam və spontanlığım normal səviyyədə deyil. Bunu bilirəm. Amma sənin planlılığın da normal vəziyyətdə deyil. Çünki mən çox özümü xatırlayıram ki, demişəm ki, hey Aytəkin, Aytəkincan özünə gəl, sən hal-hazırda yaşamırsan, aramıza qayıt. Yəni sən o formada özünü işə-gücə verdiyin ya da məsuliyyətlərə verdiyin vaxt olub ki, nə bilim 3 dənə işləsən, kurs götürmək istəyirsən, nə bilim neynirsən və dayanırsan ki, mən nə ara nəfəs alacağam, nə ara yatacağam, nə ara dincələcəm, əsas məsələ nə ara yaşayacağam da. Hər şey lazımdan artıq planlıdır. Yəni bir necə deyim, eee, bunun tam adını verə də bilmirəm, amma şey kimi görürəm səni, dəmir intizamlı bir xüsusi təyinatlı kimi, bildin necə? Yəni əsgər kimi olmalıdır, eləyəcəyik. Öldü var, döndü yoxdur. Son nəfəsimi də versəm, bunu bitirəcəm, buna tik atacağam və sonra öləcəm. Əzrail 5 dəqiqə gözlə, bir dənə vuruşum qaplaşırsan, boş gəlin eləyim. Və mən də tamam eləyəcəm və həmin eləyəcəmlərin altında da əzilə-əzilə, sürünə-sürünə yenə mən də gəlib sona çatıram. Hı hı. Səncə bu niyə belə olur? Səni məsələn buna itələyən nə olur? Sən o gücü özündə necə tapırsan ki, o halında durub o işi görəsən və ya niyə bu qədər planlısan?
Niyə mən özümü bu qədər puansız hiss edirəm? Okay, birinci məsələ onu deyim ki, misal üçün də tamam planlıyam, amma məncə dediyin qədər də deyiləm. Çünki ətələdiyim şeylər də olur. Yəni həddən artıq həqiqətən məsuliyyət götürəndə bu belə deyim də potensialımı tamam müəyyən qədər görürəm, amma elə vaxtlar olur ki, həqiqətən də potensialımın üstündə. Yəni potensialımın üstündə dediyimdə misal üçün hazırki vəziyyətdə Aytəkin götürdüyü yükə hazır deyil. O elə olan halda ya da hər şey üst-üstə gələndə mən də ertələyirəm. Bu birinci məsələ. Yəni Bunu heç görməmişəm səndən. yox eləyirəm, eləyirəm. Eləyirəm həqiqətən də. Son vaxtlar xüsusilə biraz onu çoxaltmışam, amma müəyyən qədər yoluna qoymağa çalışıram. İkinci bir məsələ sən danışdıqca belə mənim ağlıma gəldi. Məncə bunun həm də bu yetişdirilmə formasına da, evin hansı uşağı olma məsələsinə də böyük bir təsiri var. Niyə elə fikirləşirəm? Çünki Başımızın tatlı belaları var. Eynən. Çünki mən evin böyük uşağı olmuşam, hazırda da böyük uşağıyam və mənim düşüncəm budur və mənim gördüyüm budur. Burada bu arada heç bir mesaj göndərmirəm, onu da əvvəlcədən deyim. Sadəcə belə bir məsələ var ki, evin mənim yanaşmama görə birinci uşağına xüsusilə çox belə diqqətli olurlar və biraz birinci uşaqdır deyə ona qoyulan məsuliyyətlər də həddən artıq çox olur. Və ikinci uşaq olur, üçüncü uşaq olur. Belə bir məsələ olur ki, sən artıq o uşaqlardan qabaqda gedən, birinci gedən olursan və hər şey üçün yolu sən açmalısan. Yaxşı mənada təbii ki. Və ona görə səndən gözləntilər də həddən artıq çox olur. Hər şeydə yaxşı olmalısan, sən təqdir olunmaq üçün hər şeyi ən yaxşı vəziyyətdə eləməlisən və sırf bu gözləntilər dilə gətirilməsə də və ya gətirilsə də, sən əsas məsələ onu hiss olaraq o məsuliyyəti hiss olaraq özündə hiss eləyirsən. Və buna görə də sənin belə deyim də, nəyisə ertələmək, ya da mən bunu ürəyim istəmir. Mən bunu özümə məcbur edə bilmərəm demək haqqın olmur. Mən belə görmüşəm və özümü də buna uyğun şəkildə belə deyim də formalaşdırmışam. Mən yadımdadır ki, universitetdə oxuduğum müddətdə də və hazırki belə deyim də düşüncəmdə də odur. Misal üçün ətrafımda həqiqətən də çox adam görmüşəm ki, həmin adamlarda bu özünü məcbur eləmə məsələsi heç vaxt yoxdur. Amma məndə düşüncə nədir? Yəni yanaşma nədir? Okay, bir şeydə çətinlik çəkirəmsə, bu o demək deyil ki, sən bunu bacarmırsan. Bu o demək deyil, bu o deməkdir ki, sən özünü kifayət qədər məcbur eləmirsən. Və məsələ orasındadır ki, indiyə qədər elədiyim əksər şeyləri, həqiqətən də o məcbur etməyin də bir səviyyəsi var da. Hər dəfəsində leveli, yəni səviyyəni dəyişərək alındırmışam. Və bilirəm, bu çox normal səslənməyə bilər, amma onları eləyərək də mən özümə öyrətmişəm ki, okay, alınmadı nə deməkdir? Nə deyib alınmır? Alınacaq. Yəni bunu edəcəksən. Yəni başqa variantın yoxdur. Ona görə düşünürəm ki, okay, bu mənim üçün problem yaratsa da, tamam, həddən artıq planlı məsələsini gətirsə də həyatıma, yaşamaq məsələsini çox belə kənara itələsəm də, məndə şəxs olaraq, fərd olaraq həm disiplini formalaşdırıbdı, ikinci bir məsələ də davamlılıq məsələsini formalaşdırıbdı. Yəni həqiqətən özümün davamlı və disiplinli olduğumu düşünürəm və çox şeydə öz işimə yarayır, nə yalan deyim. Yəni iş mühitində işimə yarayır, insanlarla münasibətlərdə işimə yarayır. Hətta əleyhimə işlədiyi vaxtlar da olubdu. Bunu ən yaxşı sən bilirsən, Fəridə. Bu insan münasibətlərində, dostluq münasibətlərində nə deyib alınmır ki, dediyim və məcburi şəkildə özümü məcbur eləyərək davam elətdirdiyim bir çox dostluq münasibətim olub, bir çox işim olubdu ki, o işdən, o dostluqdan möhkəm-möhkəm yapışdırmışam. Və bu müəyyən qədər də düşünürəm ki, məğlubiyyəti qəbul eləmirəm düşüncəsindən gələn bir şeydir də. Belə, hə, bir də bir şey deyim, bu fürsətləri dəyərləndirmə məsələsinə bağlı təxminən bir 7-8 il bundan əvvəl qabağıma bir video çıxmışdı. Həmin videoda xanım TEDx videosuydu. Danışırdı ki, jurnalist idi və sıfırdan jurnalistliyə, yəni BBC-də jurnalistlik pozisiyasına kimi qalxmışdı və qadın deyirdi ki,
yəni əsas videonun verdiyi mesaj ondan ibarət idi ki, sənə bir fürsət gəlirsə, həm də özünü həmin fürsətə hazır hiss eləməlisən ki, həmin fürsəti dəyərləndirəsən. Hı hı. Yəni məsələ sən bacarıq olaraq, düşüncə olaraq elə bir yerdə olmalısan ki, fürsət sənə gələndə onu dəyərləndirə biləsən. Əslində gələn bütün fürsətləri dəyərləndirmə səbəbim də müəyyən qədər ondan bağlıdır. Çünki yenə indi də özümü məncə biraz gələcəyə hazırlayıram ki, sabah bir gün mənə daha yaxşı bir fürsət gəlsə, daha yaxşı bir təklif gəlsə, mən Aytəkin olaraq o bacarıqda, o belə deyim də, türklərdə qəşəng bir söz var ya, altyapıda olmalıyam ki, mən o fürsəti dəyərləndirə bilim. Deməyim ki, misal üçün də məndə filan şey zəifdir, ona görə təəssüf ki, alınmayacaq məndə. Amma bir şey ki, bu mənim həqiqətən də istədiyim bir şey idi. Bu mənim üçün daha fərqli, daha qəşəng bir yollar, qapılar açacaq. Həddən artıq düşünməyə razıyam. Həddən artıq belə strateji düşünürəm, bilirəm. Hətta gələcək fürsətin nə olacağından bağlı da heç bir fikrim yoxdur. Amma yanaşmam budur hazırki vəziyyətdə. Sadəcə bilirsən, məsələn, sən danışırsan, mən baxıram ki, sən bunların hamısını onsuz da o nə idi o top fırladan jonglyor deyirdilər. Falan onun hamısını sən onsuz da fırladırsan. Amma mən məsələn sən danışa-danışa o gələcəkdəki fürsətlər və sair belələr məni narahatlıq alır ki, bəs indi? Axı sən indi çox qaça-qaçdasan həddən artıq. Məsələn, mən belə olanda, tutaq ki, bu məni narahat eləməyə başlayır ki, mən, məsələn, işə-gücə ya da ki, digər indi artıq məsuliyyətlər, əsas bunun adı məsuliyyətdir ki, bu iş olmaya da bilər, başqa bir şey də ola bilər ki, sən hal-hazırda bir məsuliyyətlə əhatələnmisən və, çöldə həyat gedir ya da ki, sən artıq azadlığını itirmiş olursan, azadlığını vermiş olursan bu sistemə, və, artıq səndən çıxır da məsələ. Sənin iradən qalır bir kənarda və sən düşürsən bu, tapşırıqların, işlərin, yarana biləcək fürsətlərin, artıq o fürsət nəyə əsasən fürsət deyirik onu, o da ayrı bir məsələ, onların ardına. Və amma məsələ budur ki, bunlar da hamısı sadəcə karyeradır da. Yəni, bunu şəxsi həyata bilirsən, mən o xətti görmürəm. Məsələn, sən hal-hazırda danışırsan, mən o aradakı ayrımı görmürəm ki, şəxsi həyat harda qurtardı, karyera harda başladı və sən, necə böldün o vaxtı və nəyə görə, misal üçün neçə il yaşayacaqsa da onun çox böyük bir hissəsini, o tapşırıqları yerinə yetirmək üçün, eee, mənə görə boşa xərcləməkdir, amma sənə görə deyək ki, sərf elədin məsələn. O səni narahat hiss elətdirmir. Yəni bunu şey kimi demirəm ha, bu belədir deyə demirəm. Sadəcə mən o cür görürəm ki, o məni başlayır boğmağa ki, mən hal-hazırda, məsələn, həyatımı mənasız tapşırıqlara, sərf eləyirəm. Belə hiss elətdirir bu mənə. Mənim azadlığım əlimdə deyil. Bu səndə olmur? Əslində o bir period var idi ki, həmin periodda həqiqətən də sırf hər şeyi dondurmaq üçün işlədiyim və dayanmadan işlədiyim bir dönəm var idi. 4-5 ay müddətində və həmin müddətdə fərqində idim nə elədiyimin və 4-5 ay sonra nəticələrini gördüm. Amma hazırki vəziyyətdə onu deyə bilərəm ki, tamam, çox həqiqətən də yüklənmişəm, çox məsuliyyət götürmüşəm, razıyam. Amma məsələ orasındadır ki, onunla paralel şəkildə də mən özümə vaxt ayırma məsələsini eləyirəm. Razıyam. Özümə vaxt ayırma məsələsi çox bu az, minimal ola bilər. Amma məsələ orasındadır ki, həqiqətən də mənim yanaşmam odur ki, bu elədiyin şeylərin fərqində olmaq və prosesdən zövq alma məsələsidir. Nə qədər strateji düşünsəm də, proses ərzində elədiyim şeylərdən zövq alma məsələsini maksimum şəkildə yaşamağa çalışmışam. Yəni bu şey eləyəndə mən nə öyrənirəm? Bu şey mənə nə qatır? Dəyər olaraq mənə nə hiss elətdirir? Ya da çox yorğun bir iş gününün sonunda evə piyada gedirəm və həmin piyada gedəndə havanın qəşəngliyindən zövq alma və o günün yorğunluğunu yeriyərək atmaq, bu beynimdəki bu qədər düşüncəni, yüklənməni bir formada belə deyim də,
çıxartmaq o yürüyüşlə ya da oturub dostlarımla bir 2-3 saatlıq ya da 1 saatlıq ya da həftə sonu hansısa bir fəaliyyətlə belə deyim də vaxt keçirmək. Bütün bunları həm də belə deyim də o həftəyə, o planın içərisində sığışdıra bilirəm. Ona görə də hazırki vəziyyətdə elə hiss eləmirəm. Və başqa bir məsələ, elədiyim şeylərə misal üçün də hansısa bir tapşırıq eləyirəm də, hamısı əksəriyyəti deyil, hamısı deməyim, çünki elə hissəsi var ki, özün bilirsən ki, çox da sevərək eləmirəm, amma məcburiyyətdən eləyirəm. Amma elədiyimin əksəriyyəti həqiqətən də mənə nəsə qatır düşüncəsinə inanıram deyə mənə nəsə öyrədir və məni var eləyir deyə hazırda düşündüyüm odur ki, son 2 həftədə düşündüyümü deyim mən sənə. Baxmayaraq ki, məsuliyyətlərim artır, baxmayaraq ki, arada bir görürəm ki, həqiqətən də lazımdan çox məsuliyyət götürmüşəm və bir ara fərqinə həqiqətən varanda qorxudur da bu məni. Amma sonra deyirəm ki, okey, belə olmalıdır. Belə olmalıdır ki, mən bunu belə gətirmişəm. Və proses ərzində hələ ki zövq almaqdan şeyəm, nə deyirlər ona, zövq alma şeyindəyəm, mərhələsindəyəm. Düşüncəm budur. Yenə də bax, təbiət məsələsinin burada rolu böyükdür. İnsanın o xarakteristik xüsusiyyətləri və sairə belə. Sadəcə bax, məsələn, sən deyəndə belə ki, budur, belə olacaq, nə bilim o. O belə məsələn məni boğulurmuş kimi hiss elətdirir ki, necə yəni budur, belə olacaq? Axı bu deyil də, belə məsələn belə hiss elətdirmir. Bax, əslində mənim başa düşmək istədiyim də odur da. Misal üçün mən deyirəm ki, adi bu təxirə salma məsələm. Məsələn, məndə vəziyyət elə işləyir ki, mən özümdə o qədər təzyiq hiss eləyirəm ki, həmin an, mən hətta oturub o işi görmək istəsəm belə fiziki olaraq bədənim reaksiya verməyə başlayır. Məsələn, o işi görməliyəm, atıram, axşam saat 10-dur. Normalda mən gecə saat 3-dən tez yatmayan biriyəm. Amma məsələn saat 10-dur və mən hiss edirəm ki, gözlərim yumulur. Amma bu elə belə yuxu gəlmə kimi bir şey deyil də. Yəni hal-hazırda sanki yatmasam öləcəm kimi bir ağırlıq çökür üstümə ya da mən 5 gündür yatmırmışam kimi beynim donur. Yəni oturduğum yerdə hiss edirəm ki, göz qapaqlarım artıq birləşmək üçün məni məcbur eləyir. Ya da xəstələnirəm. Birdən-birə bir yerim ağrımağa başlayır, halsız olmağa başlayıram və bədənim çığırır ki, eləmə, oturma o işin başına, eləmə. Yəni sadəcə kefim istəmir, eləmirəm kimi hiss elətdirmir də mənə. Dəhşətli bir təzyiq altında oluram. Və əslində elə bayaq bunun səbəbini də düşünürdüm ki, hər iki tərəfdən də. Mən özümlə bağlı səbəbləri düşünəndə mənə maraqlı və gülməli gələn hissəsi bilirsən nə oldu? Məsələn, mən baxdım ki, əsas səbəblər burada nə ola bilər? Bir, uğursuzluq qorxusu. Ki, mən oturacam o işin başına və onu eləyəcəm, amma yaxşı olmayacaq. Məsələn, ağlımdakı o mükəmmələ yaxın ya da ki, çox, məsələn, mən öz tərəfimdən deyirəm ki, o çox kreativ ideya çıxmayacaq üzə və ortabab bir şey çıxacaq. Bu da uğursuzluq deməkdir. 2, yenə elə ona yaxın bir şey ya da ki, əsas məsələ, yox, əslində uğursuzluq üçün bunu düşünmüşdüm ki, oturdum və 3 saat orada vaxt sərf elədim, amma o ideyanı tapa bilmədim. Məsələn, bu məni narahat eləyir axı. Mən hal-hazırda başlamamışamsa bilirəm ki, başlamamışam. Başlayanda nəsə çıxacaq. Amma ya çıxmasa hissəsi, o uğursuzluq məsələsi məni çox narahat, qorxu və dəhşət yayır da canıma. İkinci məsələ bu mükəmməliyyətçilik məsələsi ki, ağlımdakı o möhtəşəm fikir ya da o mükəmməl iş hər nə kim üçün nədirsə o alınmayacaq. Üçüncü məsələ də yenə fikirləşmişdim, səbəblərdən biri bu ola bilər ki, bunu sən də dedin, o mükəmməl övlad obrazı. Fərqi yoxdur da. Əslində məsələn mən də evin böyük uşağıyam və bəli, bəlkə də bu səbəb budur. Başqa bir səbəb də ola bilər ki, yəni bir uşaq seçilir və ona ya lazımdan çox məsuliyyət yüklənir, ya da lazımdan çox etibar olunur. Misal üçün sənə qarşı gözləntilər çox olub ki, o bayaq necə ki özünə dedin, öz dilinlə əslində dedin, amma o sənin sözün, sənin səsin deyil də. Necə yəni olmadı? Demək ki, özünü məcbur eləməmisən. Demək ki, çox çalışmamısan, olmalıdır. Məndəki səs deyir ki, olmadı. Nə məcbur deyir? Ümumiyyətlə niyə də olmalıdır bu? Ümumiyyətlə olmalıdır ki. Yəni bu səs bəzən məni müdafiə üçün olur, amma bəzən də məni manipulyasiya eləmək üçün ki, sırf o işi eləməyim deyə.
ki niyə bu sənə lazımdır Fəridə? Ümumiyyətlə bu ehtiyac var ki, buna enerji sərf eləməyə. Bu sənin işin deyil bəlkə. Məndəki mükəmməl övlad obrazı isə, məsələn, mənə heç vaxt lazımdan çox məsuliyyət yüklənməyib. Ya da ki, mən kimdənsə müqayisə olunmamışam ki, filan kəsin uşağı məsələn bunu belə elədi, sən elə elədin, ya da ki, necə yəni alınmır, alınacaq. Yox, məndə də bilsən nə olub? Mənə həddən artıq çox etibar eləyiblər, evin böyük uşağı kimi və o da əksinə bir növ məsuliyyət qoymaqdır adamın üstünə. Amma şey kimi məni sıxışdıracaq formada eləməyiblər də. Sadəcə həmişə düşünüblər ki, Fəridə hər şeylə yaxşısını bilər, Fəridə səhv eləməz, Fəridə hər şeyin ən doğrusunu eləyər və bu da Fəridə də inanıb ki, həqiqətən də eləyər. İş burasındadır ki, gəlib yetişkin dünyasında əslində fərqi yoxdur. Belə baxanda mən imtahanlara və sairə də belə son gecə hazırlaşan uşaqlardan idim. Yəni gəlib sən artıq o uşaqlıqdan çıxıb üzü bu tərəfə gələndə, Allah vurmuş yetişkinliyə, axı sənə bir tərəfdəki içində bir səs əzbərə deyir ki, Fəridə hər şeylə yaxşısını eləyər və Fəridə hər şeyi çox tez qavrayar, çox tez, nə bilim, yoluna qoyar. Amma reallıqda da görürsən o deyil axı. Eee, Çətin alınır və bəlkə də alınmayacaq və sən onun ikisinin arasında ilişib qalırsan ki, o iki səs qışqırır və sən ortada dayanırsan. Bu məndə donma effekti yaradır. Yəni mən qaça da bilmirəm, o işi görə də bilmirəm, donub qalıram. Və həmin donma da dəhşətli bir, əslində ağrı, əzab, necə deyim, vicdan əzabı, əziyyətlə keçir. Çünki mən 1 dəqiqə belə rahat nəfəs ala bilmirəm həmin anda ki, elə bil bir nəfər çiynimdə oturub və qulağıma deyir ki, o iş qaldı, o iş qaldı, o iş qaldı. Və indi baxanda məsələn, sənin də bu qədər planlı olmağın səbəbləri yenə görürəm ki, okey, səndə də uğursuzluq qorxusudur. Ona görə də çox əvvəldən eləyirsən ki, özünü o zəmanətə alasan ki, tamam, mən 3 gün əvvəl elədim ya da ən azından 2 gün əvvəl, 1 gün əvvəl elədim və mənim vaxtım var bu gördüyüm işi yoxlamağa ya da ki, təzəsi üçün nəsə eləməyə, üstündə düşünməyə. Ya yenə o mükəmməlliyətçilik məsələsidir ki, sən də bunu dəfələrlə üstündən vaxtın var və tez başladın, dəfələrlə üstündən keçə bilərsən, yoxlaya bilərsən və yenə də o mükəmməl övlad obrazdakı öz yerində ki, olmalısan. Biraz şey məsələsi də var. Bilmirəm niyə, hardan gəlir, necədir, amma yəni necə formalaşıb. Mən nəyisə edə bilməyəndə ya da alınmayanda da məndə özümü çox belə çarəsiz hiss eləyirəm və o çarəsizlik hissini götürə bilmirəm heç bir formada. Və özümü də biraz ego ilə də bağlı bir şeydir bu məncə. Eee, yəni edə bilmirsən məsələsi yoxdur. Yəni uğursuzluq, hə, razıyam. O məsələ də var, amma daha çox deyəsən egodur. Uğursuz ola bilmirəm məsələsi deyil ha. Uğursuzluq əslində müəyyən şeylərdə məğlub olduğum, alınmayan, geridə qaldığım şeylər olubdur. Hissə-hissə, addım-addım harasa gəlmişəm, çıxmışam. Amma istənilən halda çarəsizliyi çox xatırladır deyə mənə. Hı. O şey məni elə bil ikincə sıxılmış və əlindən heç nə gəlməyən biri kimi göstərir və o Aytəkini heç sevmirəm. Və heç sevmirəm deyə mənə görə misal üçün də nələrisə bacarmaq, maddi cəhətdən azad olmaq, öz ayaqlarının üstündə durmaq, hər şeyin belə deyim də ən yaxşısını eləyə bilmək məni var eləyir. Və məsələ də məncə budur. Eee, bu məsələ mənə görə çox şeydir. Əsasdır. Sırf buna görə məncə bu qədər çox, yoruram özümü. Aaa, Dediyim məsələ o küncə qısılmış və çarəsiz qalan adamı görmək istəmirəm və heç sevmirəm və elədiyim şeylərin hamısının kökündə məncə onu görməmək durur. Mən elə fikirləşirəm. Bu sən dedin, əslində mən o ego məsələsi ki deyirsən, o ego məsələsi əslində sən deyə fikirləşirəm ki, məndə də mərkəzdə dayanan məsələdir. Sadəcə bizim ikimizin buna verdiyimiz reaksiya başqadır. Sən deyirsən ki, necə yəni alınmayacaq? Alınacaq, eləyəcəm.
mən çarəsiz deyiləm, mən bunun öhdəsindən gələcəm. Amma mən bilirsən nə deyirəm? Əşi mən onsuz da onu istəmirəm ki. Bilirəm bunu istəyirəm. Mən istəsən eləyərdim, amma istəmirəm. Bunu deyirəm öz içimdə. Normalda da mən artıq o deyirəm də, o qədər bunun bu şey yaşanıb ki məndə. Mən ayırd eləyə bilmirəm də bəzən o səsi ki, doğrudan mən hal-hazırda mənim danışan ürəyimdir ki, deyir bu sənin yerin deyil eləmə, yoxsa o qorxan tərəfimdir ki, manipulyasiya edir məni ki, bu sənə görə deyil, sənin yerin deyil. Və bir digər faktor da var ki, mən məsələn onu da fikirləşirəm ki, məsələn, bu təxirə salma kritik mövzulardır da, deyək ki, iş məsələsi və sair belə. Bunlarda məndə bir şey də olur ki, sən bir qərar verirsən axı və əslində həm də bir seçim eləmiş olursan bu hərəkətindən. Və bir şeyi seçmək digər bütün yaxşı ehtimalları əslində rədd eləmək kimidir axı. Onların üstündən keçirsən və onları geridə qoyursan. Və bu da məni eee, narahat hiss elətdirir və sənə deyərdim ki, hətta bunu deyə-deyə fikirləşirəm ki, bu məni məyus hiss elətdirir. Digər bütün xoş ehtimalları tərk eləmək kimi. Bu acgöz bir yerdən deyil ki, hamısı mənim olsun. Yox, hamısı mənim olsa istəmirəm onsuz da. Yəni mən o qədər şeyin stressini çəkə bilmərəm və o qədər təzyiq altına girə bilmərəm. Sadəcə o qərar vermə məsələsi də, o seçim eləmək və səs qərar vermə məsələsi də məni çox narahat hiss elətdirir. Bu bəlkə də evlilik məsələsində də belədirmi, əmin deyiləm. Orda ayrı mövzular da bəlkə də var. Amma bu işdə və sairədə ya da köçmək filan belə mövzularda dəqiq olaraq bunu hiss edirəm ki, sən qərar verirsən, birinci məsələ o ehtimallardan əlini çəkirsən, onları itələyirsən. İkinci məsələ də özünü bir yerə ilişdirirsən və bu da mənə əslində yaxşı gəlmir. Sanki şey hiss edirəm ki, mən ora girirəm və heç vaxt oradan çıxa bilməyəcəm. Belə klaustrofobik də bir hiss verir mənə. İndi belə danışırsan, ağlıma bir əslində vəziyyətlə bağlı bir sual gəldi. Bəs səncə ümumiyyətlə seçim eləməməklə bütün ehtimalları seçmə məsələsini dayandırmırsan? Məncə seçim elə bəli, bəli. Seçmirsənsə, əslində bütün ehtimalları itirirsən. Düzdür. Amma o bayaq dediyim məsələ ki, o tik-tak, tik-tak o vaxt gedir və sən qərar verməlisən hissəsində məndə donma məsələsi başlayır. Yəni mənim verdiyim reaksiya bu olur. Çünki o yəni canlıların təhlükə qarşısında verdiyi reaksiya var da, qaçır, nə bilim donur, indi rəng dəyişdirir, bir şey eləyir. O qərar vermə, seçim, deadline'lar və sair məsələsində mənim bədənim ciddi təhlükə olaraq qəbul eləyir və ona uyğun reaksiya verir. Mən sadəcə donuram. Heç nə eləyə bilmirəm. İstəsəm də eləyə bilmirəm. Yəni deyim ki, bir var, məsələn mən uzun müddət hətta bunu da düşünmüşdüm ki, mən görəsən məsuliyyətsiz adamam. Sonra axır baxdım ki, yox, bu məsuliyyətsizlik deyil. Çünki deyək ki, sənin bir işin var, bir öhdəliyin var və sən bunu yerinə yetirmədin. Bunu kimsə səninlə vəzifə elədi. Sən əgər məsuliyyətsiz adamsansa, sevinəcəksən, tənbəl birisənsə, sevinəcəksən ki, oy da, canım qurtardı bu işdən. Amma sən əgər özünü narahat hiss edirsənsə ki, bu iş mənim idi, mən eləməli idim, ya yaxşı eləyərdim, pis eləyərdim, amma mən eləməli idim. Onda demək ki, sən məsuliyyətsiz deyilsən. Buna görə narahat olursan. Bəlkə də digərlərindən daha çox məsuliyyət hiss eləyirsən və bu səndə çox təzyiq yaradır. Amma bir formada yəni şey olan kimi, belə bir situasiya yaranan kimi ki, tamam 3 günə bunu hazırlamalısan, verməlisən, 1 günü hazırlamalısan, verməlisən. Mən hiss edirəm ki, aha, zəhər bədənə daxil oldu. Yavaş-yavaş yayılır və mən artıq 5-10 dəqiqəyə efilic olacam. Yəni mən onu artıq bilirəm, onun addım səsini ki, gəlir. O stres dalğa-dalğa başlayır yüksəlməyə. Və məsələ odur ki, əvvəl bu sadəcə qarşımdakı adama və sairə görə dəyişir deyə düşünürdüm. Sadəcə insan onu vərdiş halına gətirir deyədimi, yoxsa nədirsə, baxırsan ki, zaman keçdikcə sən ən xırda şeyləri belə, işləri belə kimsə sənə bir şey istəyirsə, sən eyni stresi hiss eləməyə başlayırsan. Məsələn, mən sənin üçün post plan hazırlayanda da
Yəni məni asan yox idi, kəsən yox idi. Düzdür, heç yerdə məni asan kəsən yoxdur. Amma yəni ən azından qarşımdakı İvan Andrey deyildi də, Aytəkin idi və məndən sadəcə mən ona dostuma kömək üçün məsələn postdan hazırlayırdım. Amma mən sonsuz bir stres və təzyiq altında hiss eləyirdim özümü ki, mən onu hazırlayıb verəcəm. Məsələ orasındadır ki, bəyənilməmə qorxusu və sair də deyildi də. Yəni tutaq ki, sən onu bəyənməsən də mənim üçün şey deyil. Yəni bu mənim eqoma ziyan vuracaq bir şey deyil də. Çünki sən yəni özüm kimisən. Başqa biri olsa bəlkə. Amma baxıram ki, yox, mənim artıq bədənim bunu kodlayıb, təhvil tarixi, iş, məsuliyyət, öhdəlik və sair və hamısını eyni formada artıq qəbul eləməyə başlayır. Dıt dıt, təhlükə, təhlükə siqnal verir elə bilsən. Bir məsələdə, bax, bu dediklərini belə düşünəndə, səncə hansısa bir misal üçün də mən, hansısa bir məsuliyyət götürürəmsə, nəyəsə ya da başlayanda, əvvəl mükəmməlliyətçi məsələsinə görə gecikdirdim ona başlamağa. Çünki hər şey ən yaxşı vəziyyətdə olmalı idi. Səndəki кейsdə düşündüyüm odur. Sadəcə işə başlamasan əvvəl o işin məsuliyyəti və digər məsələləri üzərində həddən artıq fikirləşdiyinə görə başlaya bilmirsən. Burasında da ki, fikirləşmirəm də. Deyim ki, yəni mən oturum onu fikirləşirəm, yox. O birbaşa həmin işlə bir yerdə paket halında mənə göndərir elə bil. Yəni yüklənir vəssalam. O paketə daxil də olar hamısı. Məsələn, sən ötürdün mənə ki, 5 dənə post hazırlamalısan. Onunla bir yerdə onun stresi, məsuliyyəti, osu, busu, deadline-ı, filanı, nə bilim nəyi hamısı bir yerdə yüklənir. Və bu məni şey eləyir ha, yəni deyim ki, sadəcə başlaya bilmirəm, yox. Yəni o mənim, sistemimə daxil olandan sonra, mənim işləmə qabiliyyətimi də aşağı salır. Yəni normalda eləyə biləcəyim şeyi eləyə bilmirəm, ideya gəlmir, çox asanlıqla normalda yazacağım bir mətn mənim nə qədər vaxtımı alır, oturub gözümü döyürəm də bildiyin ekrana gözümü döyürəm ki, nə olacaq, nə bilim belə. Heç bir şey, sıfır boşluq gəlir. Ta ki o son ana qədər. Məsələn, baxıram ki, hə, artıq səhər tezdən verməliyəm bunu, nə bilim, ya deadline-sa 3 saatım qalıb və s. onda keçirəm turbo rejimə. Amma istənilən halda hansısa bir texnikanı belə davamlı şəkildə turbo rejimdə işlətsən, çökür. Və sən insan olaraq ətdən, qandan, candan olan Fəridə, sən özünü nə hesab edirsən ki? Məsələn, özünü bu rejimə salmısan. Yadımdadır ki, məsələn, əvvəl, o ilk agentlik təcrübəmdə hətta belə bir şey eləyirdim. Məsələn, işi ötürüblər, yoxdur axı o iş. Məndən soruşurdular, özümə bunu challenge kimi bir şey eləmişdim. Deyirdim ki, eee, məsələn, atıram, hə, hazırdır, kompüterim yarım saata gələcək. Məsələn, atıram, ustadadır kompüter, yarım saata gələcək, göndərəcəm sizə. Məsələn. Amma deyirəm ki, hazırdır. Yoxdur axı, hazır deyil. Və mən fikirləşirdim ki, okey, yarım saat demisən də Fərdə, bunu yarım saat eləməlisən, başqa variantın yoxdur. Və bədənim o adrenalinlə, bədənim necə coşurdusa beynim, tappataraq o işi hazırlayırdım, verirdim. Bunu özümə və əslində bir tərəfdən də fikirləşirdim ki, özünə bunu niyə eləyirsən də? Özünə yazığın gəlsin də. Həmin anki stres səni gör nə hala salır. Yəni həddən artıq yüklənirsən və boşalırsan da. Amma belə eləyirdim özümə. 1, 2, 3 sanki mən özümə elə bil ki, bunu öyrəşdirdim. Və ondan sonra da əsla normala dönə bilmədim. Maraqlıdır həqiqətən. Şey, Bir də ki, bilirsən məsələ nədir? O bir tərəfdən də fikirləşirəm ki, hə sən yarım saat qalanda bu işi həll eləyə bilirsənsə, demək ki, bu kapasite səndə varsa, niyə normal vaxtda üzə çıxmır o? Amma məsələn indi baxdım ki, o biraz şey kimidir, sanki həyatda qalma instinkti kimidir ki, məsələn, normalda insan müəyyən bir ağırlığı qaldıra bilməz, amma elə bir şey olur ki, eee, ölümlə üz-üzə gələndə onu qaldırır ya da o biri məsələn dalaşanda bir əsəb gəlir və əsla yıxa bilməyəcəyi adamı yıxıb sürüyür, məsələn, cılız bir adam. Çünki orda həyatda qalma instinkti, o vəhşi beyin işə düşüb ki, davay tez elə bunu yerbəyer eləmək lazımdır. O formada elə bil eləyirdim, amma indi eləyə bilmirəm. Eləmək də istəmirəm.
Çünki üsyankar ruhumuz da öz yerində ki, sən necəsən Zörqəmə? Məsələn, mən deyirəm ki, bundan sonra səhərlər duracam saat 9-da, nə bilim, 1-2 kəlmə yazacağam. Bu gün okeydir, amma səhər duranda, səhərki mən deyir ki, dünənki Fəridəyə. Sən kimsən, niyə mənə qayda qoyursan? Yazmıram, durmuram. 3 saat telefona baxacam. Neyləyə bilərsən sən mənə? Və bu proses ciddi şəkildə gedir ha. Yəni bunu zarafat üçün demirəm. Həqiqətən belə olur. Özüm belə olsam, özümə qayda qoyanda qıcıqlandırır bu məni ki, sən kimsən, niyə mənə qayda qoyursan? Eləmirəm. Böyle değil mi o hayat? Tamam, gəl mənə af köynəyi geyindirib aparsınlar. Mən hal-hazırda fikirləşirdim ki, qarşılıqlı şəkildə biz zəif tərəflərimizi qoyacaq, balansa düşməyə çalışacaq, amma baxdım ki, bəs halından çox məmnunsan və mən narazıyam. Bütün keyfim pozuldu. Bir dəqiqə. Zaten mən özümü çox deyil, və heç kimə lazım olmayan biriktirmek istəyirəm. Bir dəqiqə, bir Allah dəqiqə. Aytekin, dostluğu değil Aytekin. Yox, heç elə deyil, bir dəqiqə. O deyil, o Boş ver deyil. sən indi. Xıyanın. Yox. Birinci məsələ, yenə deyirəm, sənin keysində elə bayaq dedin o həyatda qalma rejimində işləməyə alışmısan. Elə eynisini deyəsiydim ki, həqiqətən də şeydir də o insan ölüm ayağında ya da həyat üçün bir təhlükə olanda necə ki özünü dondurur, bax o rejimə öyrəşdirmisən özünü. Məndəki vəziyyətdə çox yüklənmişəm, ondan razıyam. Çox belə vau, necə qəşəng həyat yaşayıram modunda deyiləm. Fərqindəyəm ki, həqiqətən də əslində yaşamalı olduğum çox şeyi yaşamıram. Yəni bütün prosesdən zövq almağa çalışıram dediyim o demək deyil də ki, şeydir. Yəni bu ingilislərdə qəşəng bir söz var, bu iş mühitində işləmə məsələsi artandan bəri work life balance məsələsi var da. Yəni həyatınızı da normal yaşamalısınız, işiniz də normal, belə deyim də, qədər görməlisiniz. O hazırda məndə yoxdur və bunun fərqindəyəm və fərqindəyəm ki, həyatı normal şəkildə yaşamıram. Və bu məni narahat eləyirmi? Eləyir. Amma hazırki vəziyyətdə olduğum şey bu belə olmalıdır deyə o robot hissəsinə razıyam. Robot kimi yaşayıram. Amma nə vaxt dayandıracağımı bilmirəm. Bəlkə də bir siqnal gözləyirəm ki, bədənimi kainatmı, ətrafımdakı kimsəmi mənə bir necə deyirlər, bir şillə vursun desin ki, bala sən neynirsən? Sən neynəmək istəyirsən? Sən hara gedirsən? Və bu sualları versin və həqiqətən də mən bu sualları verəndə həqiqətən də yanlış elədiyimin fərqinə varım. Çünki hazırki olduğum düşüncə bilsən nədir Fəridə? Mən hər şeyi bacararam. Mən bu dəqiqə götürdüyüm məsuliyyətləri elə qəşəng idarə eləyərəm ki, keçən səfər mənə dediyin məsələ var idi. ChatGPT-dən Monday yaz, onunla bir danış. Misal üçün dedim mən sənə ki, adamın danışmağı məni çox qıcıqlandırdı da ki, və adama yazandan sonra da mənə biraz belə qıcıqlandırıcı tərzdə yazdı ki, də sən neynirsən də belə, nə iş görürsən, sən neynəməyə çalışırsan, bu qədər məsuliyyəti götürüb. Və adamla istən-istə dialoqumda hiss elədim ki, yazını oxudum və sonradan dedim ki, sən heç bilmirsən mən nəyəm, göstərəcəm indi sənə bu məsuliyyətləri necə qəşəng idarə edir. Adama belə deyim də içimdən bir cavab da verdim. Bilmirəm, yenə deyirəm. Yəni və əslində o hiss də var ki, biraz sonra o şey gələcək, o şillə gələcək mənə və bu qəşəng dərs olacaq, amma hazırki vəziyyətdə necə ki sən deyirsən, misal üçün özümə deyirəm ki, şeydir, eləmirəm. Ürəyim istəmir, eləmirəm. Sən kimsən ki, mənə qayda qoyursan? Və məndəki adam da deyir ki, elə qəşəng eləyəcəksən və göstərəcəksən ki, sən elə qəşəng bacarırsan bu işlərin hamısını eləməyi. Və bu şeydə gedir və mən bilirəm ki, bu nə vaxtsa dayanacaq. Bu yekə-yekə danışmağım, bu özümdən gedir də söhbət. Bu mən hər şeyi eləyə
bilərəm yekəbaşlığımı, bir hadisə olacaq və hamısını yerə qoyacaq və deyəcək ki, bir dur, bir dayan, bir bax, bir gör nə olur. Biraz belə deyim də, dayan, bax gör nələr baş verəcək. Hə. Amma onun nə vaxt olacağına bağlı heç bir fikrim yoxdur. Eynən səninki kimi. Nə vaxt dayanacaq, şillə necə gələcək, nələri dayandıracam, hətta nələri dayandıracam deyə düşünürəm. Hər şeyi dayandıracam düşüncəm yoxdur. Amma bilirəm ki, yəni hazırki vəziyyətdə belə olmalıdır. Hissim budur. Yenə hərəmiz bir ucdayıq və məsələ odur ki, əslində bilmirəm, yəqin ki, ən yaxşısı balansda olmaqdır. Yəni lazım olanda yox demək, bəzi o fürsət dediyimiz dırnaq içində onlardan imtina eləyə bilmək. Amma bütün fürsətlərdən də yox, bəzilərini də qəbul eləmək ki, məsələn mən eləmirəm və sonra sonrasıdakı heç nə belə. Sadəcə bilirsən mən məsələn bunu düşünəndə baxıram ki, bu təxirə salma məsələsi məndə içimdəki müqavimətin verdiyi reaksiyadır da bu bir növ. Yəni o yəni təzahürüdür deyək daha doğrusu ki, içimdə bir müqavimət var. Məsələn, yeni bir iş olanda ya da nə bilim hansısa bir qərar bilmirəm də, indi o mövzuya görə dəyişir və bu müqavimətin nəticəsində təxirə salıram. Səndə də sanki güclü bir nəzarət hissi var və planın olanda o nəzarət hissini saxlayırsan. Elədim. Sadəcə bizim əslində o nəzarət məsələsi, o control freaklik məndə də var. Bütün bu problemlərin bir ucu da gedir ora söykənir. Sadəcə sən bu nəzarəti əlində saxlamaq üçün həddən artıq efor sərf eləməyə, enerji, vaxt sərf eləməyə okeysən ki, tamam. Bəlkə də yetişkin davranışı budur ya, əslində bəlkə normalı budur ki, yaxşı içində bir kontrol istəyi, o nəzarət hissi varsa, bunun müqabilində də daha çox işləməliyəm ki, bunu qoruyub saxlaya bilim. Məndə o yoxdur. Məsələn, nə mənada yoxdur? Kontrol eləmək, nəzarətdə saxlamaq istəyirəm, amma çox işləmək istəmirəm. Gedib bir ofisdə oturmaq, 9-6 işləmək istəmirəm. Həftənin sadəcə 2 günü mənə qalsın istəmirəm. Ya da 6-dan sonraki 3-4 saat mənə qalsın istəmirəm. Çünki beynimdə daim şey işləyir ki, kalkulyator işləyir ki, bax filan qədər işlədin, həyata bir şey qalmadı, özünə qalmadı, ömür gedir, vaxt gedir, nə bilim belə elə, başqalarının qaydalarına uyğun yaşayırsan və sair belə bir şeylər gedir. Digər tərəfdən hiss eləyirəm ki, sanki o qədər işləməyə enerjim yoxdur. Vaxtında əslində mən də işləmişəm o qədər. Çünki deyir hamımız Azərbaycanlıyıq və hər birimizin əməyi vaxtında yetərincə istismar olunub başqaları tərəfindən. Lazımsız yerlərdə lazımsız vaxt və enerji sərf eləmişəm. Burdan da burunlarımdan gəlsin demirəm. Demirəm, olsa deməli belə olmalıymış. Amma indi o gücü özümdə görmürəm açığı. Eləyəndə də görürəm ki, bədənim o dəqiqə reaksiya verir ki, istəmirəm, eləməyəcəksən, yorulmuşam, dayan, məsələn. Artıq burada yaşım öz işini görür. Yoxsa mənim şeymi azalıb, nə deyərlər ona, bədənim tab gətirmir ya da şey olaraq da, psixoloji olaraq da ona tab gətirə bilmirəm. Dözümüm azalıb, nədir bilmirəm. Amma eləyə bilmirəm. Görürəm ki, bu mənə görə deyil. Düzdür, yəni burada təbiət məsələsi də dediyim kimi rol oynayır. Çünki bəzi bitkilər qışın şaxtanın içində böyüyür. Bəzisi üçün mülayim hava lazımdır. Nə bilim, eləsi var, toxumu burdan atırsan və bir il içində görürsən böyüdü, ağac oldu, eləsini var, əkirsən və illərlə gözləməlisən. Yəni hamısının təbiəti başqadır və bu birini digərindən üstün ya da ki, güclü eləmir, zəif eləmir. Bu hissəsini başa düşürəm ki, okey, insan öz təbiətini bilməlidir. Məsələn, mən bilirəm ki, həddən artıq çox qayda, qanun, tapşırıq və ya kontrol altında olma məsələsi mənə görə deyil. Yəni mən artıq başa düşmüşəm ki, mənim üçün azadlığım hər şeyin üstündə durur.
Vaxtımı özümə görə planlaşdırmalıyam. Okay, 5 saat işləyəcəmsə də, 8 saat işləyəcəmsə də bunu özümə görə eləməliyəm. Standart bir saat çərçivəsinə girə bilmirəm və sair belə elə bunları başa düşürəm. Bir tərəfdən də deyirəm ki, bəlkə də sən özünü əslində uyğun olmadığın yerlərə zorla məsələn, eee, özünü itələyirsən ki, get ora və ona görə sənin, ruhun sənə reaksiya verir ki, yox, eləmə. Amma digər tərəfdən də baxıram ki, dəyişiklik və təkamül dediyin şey istənilən halda ağrılıdır və orda biraz, o stresə də, o toxumun çatlamağı üçün də stresə ehtiyacı var. O torpağın altında o stresslə, soyuqla, qorxu içində bəlkə də çartlayıb üzə çıxır və mən ondan imtina eləmək istəyirəm, amma bu da mümkün deyil, və necə olacaq bilmirəm. Belə Belə. danışırsan, bayaq ağlıma gəldi ki, bəlkə də, Necə? belə danışırıq, ağlıma bayaq gəldi ki, bəlkə də bizdən əlavə də bir dənə normal bir rejim olan bir nəfəri dəvət eləməli idik. Şəkil A, şəkil B və normal olan deyə. Amma istənilən halda məncə ətrafımızda da kifayət qədər, robot kimi yaşayan ya da gələn məsuliyyətlərə donub qalan kifayət qədər çox adam var və, normallardan çox sənin mənim kimilər daha çoxdur deyə düşünürəm və buna inanıram. 100% elədir, hə. Çünki yəni bunu həmişə demişəm və deyəcəm də, heç birimizin yaşadığı hiss çox da belə spesifik ya da sırf sənə məxsus deyil də. Yəni dünya yaranandan bəri insanlar eyni dərdləri çalxalayırlar. Eyni şeylərə sevinirlər, eyni şeyləri qısqanırlar, nə bilim, eyni şeylərə kədərlənirlər ya da çətinlik yaşayırlar. Eee, bilmirəm. Bir tərəfdən deyirəm ki, Fəridə bura gəlib çıxmısansa, sənin ulu babaların filan mağaradan çıxıb axır bir gücü tapıblar özlərinə, gəliblər də, itib batmayıblar, ölməyiblər. Sən də çulumu sudan çıxardacaqsan. Amma digər tərəfdən də o zaman belə, içdən-içə də bir qurd yeyir axı ki, nəsə düz deyil hissi. Sadəcə mənimki daha hayküylüdür də, deyirəm də, o içindəki, narahat səs mikrofonla gəzir həmişə. Məsələn, tutaq ki, yenə deyirəm, məsələn, mən sənə də baxanda hal-hazırki rejimimin və həyat tərzimin normal olmadığını düşünürəm. Belə olmamalıdır. Çünki bir buna ehtiyac yoxdur. 2 lap ehtiyac olsaydı belə bu bizə məcburiyyətdən giriləcək bir şeydir. 5-6 dənə işi birdən götürmək. Və ən azından buna bir reaksiya verməlisən ki, çətindir, şeydir, ya yoruluram, çatdıra bilmirəm, ya necəsə. Səndən buna eşitmirəm. Və o da məni əksinə biraz daha narahat edir ki, eşitsəm deyərəm ki, okey də reaksiya verir bədən və şeydir. Amma mən elə bilirəm ki, sən tamamilə, ya həqiqətən hər şeyi çox mükəmməl şəkildə idarə eləyirsən və, eee, axır gedir, ya da sən susdurursan və görməzdən gəlirsən nəysə. Bunu əsla paxıllanaram demirəm. Sadəcə narahat bir yerdən deyirəm ki, yoxsa yəni səni pis yola çəkib özümə çevirmək fikrim yoxdur. Bilirəm ki, mümkün də deyil də, yəni o səndə çıxmayacaq elə bir şey. Bilmirəm, çətinlik çəkdiyim vaxtlar olur, amma bilmirəm, axır vaxtlar şey düzdür, tamam başqa bir mövzudur. Bununla bağlı da bir dənə danışarıq. Bu götürdüyüm məsuliyyəti, real şəkildə götürürəmsə, bunun haqqında şikayətlənməyin mənası olduğunu düşünürəm biraz da. Ki, okey də, yəni bunu istəyən sən idin, tamam götürmüsən, indi nə mızıldanırsan? Yola davam elə, işini gör kimi baxıram məsələyə. Ona görə də şey eləmirəm, danışanda bir də axır vaxtlar fərqinə vardığım şey odur ki, əgər nəyləsə bağlı danışıramsa, yəni şikayətlənirəmsə, Gözündə böyüyür. böyüyür, hə, və hissini böyüdürəm bunun. Bu da Çünki sən o şeyi reallığa dartmış Hə, olursan. hə, hə. Bu da mənasızdır. Yəni mənim ona da vaxtım yoxdur deyə. Deyirəm, düşünürəm.
Bilirəm, get-gedə qıcıqlaşıram ona görə. Yo, yo. Mən əslində sadəcə bu mövzuda danışanda başa düşməyə çalışırdım ki, əslində niyyətim o idi ki, məsələn, səni də başa düşüm və, eee, sistemini başa düşüm də. Çünki məndə yoxdur axı o sistemin nə olduğunu bilmirəm. Konfetindədir. Mən heç vaxt onu görməmişəm, özüm də təcrübə eləməmişəm. Onu məsələn o bayaq da ona görə səndən soruşdum ki, yəni çox yorğun olduğun anda belə nədir səni yerindən qaldırıb o işin arxasına keçirdəndə və onu sənə gördürən? Bax, Necə, yəni daha doğrusu necə eləyə bilirsən onu? Onu başa düşmək istəyirəm ki, bəlkə deyir bu yazığın da dərdinə bir bax, çaxlar. bax, Fəridə, sən şey məsələsini 2 məsələ indi ağlıma gəldi. Birinci məsələ, eee, yatma məsələsi. Mən yatanda adətən başımı qoyan kimi, yəni maksimum 2-3 dəqiqəmi alır yuxuya getmək. Mənim də. Eee, və çox yorğun oluram deyə bu olur böyük ehtimal. Əgər eləməmiş yatsam, o başlayacaq məni narahat eləmə və yata bilməyəcəm. Eləmədiyim şey. Hı. Böyük ehtimal ona görə bunu eləyirəm. Çünki onun konkret olaraq mən bunu buna görə eləyirəmin cavabı yoxdur məndə. Bilmirəm. Çünki düşünməyə öyrəşməmişəm o haqda deyəsən. İkinci bir məsələ, misal üçün sən deyirsən ki, bu yəni də məsuliyyətin həcmi böyük olanda onu eləmə məsələsi səndə dayanır, dondurur da səni. Eee, şey olaraq fikirləşdim ki, sənə misal üçün də məsuliyyəti böyük yox, xırda-xırda verilsə yəni, əslində daha rahat gedər səndə o proses. Orası elədir. Misal üçün atıram işdə də olurdu ki, hə, bir dənə mətn lazımdır, bunu yaz ver. Məsələn, post mətni deyək ki. Onu yazma mənim maksimum 3 dəqiqəmi alırdı. İşte Amma məsələn mən oturanda ki, hə, mən 10 dənə post hazırlamalıyam, neyləməliyəm belə elə, o gecikir. Amma yəni bu hər yerdə yazılan standart şeylər var, nə bilim, işi böl, qurbağanı ye, fili nə bilim başının üstündən fırlat, nə bilim mənasız absurd şeylər də. İş burasındadır ki, onlar bizim kimi adamlarda işləmir. Onları sizin kimi adamlar yazır. Ki məsul burada işini gördü, nə bilim neylədi belə elə. Amma bizdə bizim üçün yazır, amma o bizdə işləmir. Yəni mən onsuz da toy deyiləm də, mən başa düşürəm ki, o iş böyükdürsə, onu hissələrə bölsəm mən eləyə bilərəm. Ya da mən başa düşürəm ki, durub sadəcə bir cümlə yazıb getsəm, axı məsələ o deyil. O məsələ bizim kimi adamlarda ki, bunu ona görə deyirəm ki, o qədər araşdırmışam, qulaq asmışam videolara, filana, podkastlara ki, görürsən ki, hamının dərdi eynidir də. Yəni heç bir xüsusi tərəfi yoxdur bunun. O onu eləyə bilmir. O onun arxası adi deyirəm də, yəni mən o işi görməliyəm, sırf mənə sonsuz bir yuxu gəlir. Bir də görsəm boynum ağrıyır, bir şey olur. Yəni bədənim hətta fiziki reaksiya verir və baxıram ki, tamam bilirəm, bədənim də məndir. Amma mən axı orda görürəm ki, mən bunu eləyə bilmirəm. Yəni mən o gücü özümdə görmürəm. Bu bilirsən biraz nəyə oxşuyur? Məsələn, deyək ki, qorxulu yuxu görürsən. O yuxudan oyanma şeyi var, anı var. Oyanmağa cəhd edirsən, amma oyana bilmirsən ha. O belə zor güc, əyri bir ağızdan bir bismillah filan deyib ayılmağa çalışdığın an var. Bax, məsələn, mənim üçün proses o cürdür. Məsələn, oturduğum yerdən durub o işin ardıca getmə hissəsi həmin o qorxulu yuxudan ayılma hissəsinə oxşuyur. Cəhd eləyirsən, amma onu həyata keçirdə bilmirsən. Sanki beton töküblər üstünə kimi ağırlaşmış hiss eləyirsən və günün sonunda da 50 dənə kitab oxu, məqalə oxu, neynirsən elə, bilirsən ki, bunun tək bir cavabı var. Sən sadəcə durub onu eləməlisən. Başqa heç nə yoxdur. Yəni neynirsən elə, günün sonunda o işlə sən təksən və sən eləməlisən. Həmin anda özümü şey kimi hiss edirəm biraz. Köməksiz uşaq kimi, bildiyin balaca uşaq kimi ki, təkəm, köməyə ehtiyacım var, amma heç kim mənə kömək eləyə bilməz, amma həm də uşaq kimi. Və o da əlbəttə ki, böyük bir stresslə gəlir. Digər tərəfdən də deyirəm ki, məsələ odur ki, sadəcə tənbəl adamlar var və çalışqan adamlar var. Əlbəttə ki, çalışqan adamlar da bunu eləmək istəmirlər, amma durub eləyirlər. Heç kim bunu sevə-sevə eləmir. Məsuliyyət dediyin şey sevimli bir şey deyil onsuz da. Eee,
Sadəcə gedib onu oturub eləməlisən. Və bu, artıq yəni bunu tam olaraq alma, yəni məntiqimə hop durandan sonra, eee, iş məndə tərsinə getdi. O vaxta kimi məndə mübarizə gedirdi ki, mən bunun bir yolunu, həllini tapacağam. Amma görəndə ki, yoxdur, mən qılıncı qalxanı tulladım və dedim ki, okey, tamam, uduzdum. İstəmirəm. Mən bu məndə işləməyəcək. Mən eləyə bilmirəm. Mən nə deyəcəyimi bilmədim. Belə qaldım. Bayaq deyəndə nəzərdə tutduğum şey bu necə ki belə əşyaların kullanma kılavuzu deyə bir şey var da, instruksiyası var, onu oxuyuruq ki, misal üçün də bu adamdan belə davranmalısan. Əslində iş Hı hı. mühitində də məncə insanlarla bağlı elə bir şey olmalıdır ki, misal üçün oldu. belə olmalıdır. Bu insandan bu formada. Sadəcə məsələ orasındadır ki, biz şeydir də biraz, yəni tədricən tanıyaraq şey eləyirsən, görürsən, bilirsən. Bilirsən bilməklə deyil, bu heç kimin vecinə deyil axı. Misal üçün insanlar bunu biraz şey kimi görür ki, mən filankəsin nazı ilə oynayacağam. Hə, düzdür. Bu cür görülür axı. Hə. Və belə baxanda da sistem də elə formadadır ki, yəni sən hamı üçün, ona məxsus bir, işləmə rejimi, sistemi qura bilməzsən də. Belədir. Biz özümüz onu özümüzə uyğun bəlkə də əyib büküb bir şeyə salmalıyıq, formaya salmalıyıq. O da ki, bilmirəm. Orada yenə özünü hansısa bir yerə uyğunlaşdırma məsələsidir. Bəlkə də uyğunlaşdırmadan da orda özün üçün yer tapa bilərsən, özün üçün yer aça bilərsən. Eee, amma bilmirəm. Yəni bildiyim odur ki, o disiplin denilən kodu mənə yükləməyiblər. O məndə yoxdur. Yəni net olaraq azdır və sair kimi yox da. Yoxdur. Qardaş yoxdur. Bir dəfə bunu özümə şey eləmə, sakitləşdirmək istəyirəm. Hər kreativ adamlarda belə olur, nə bilim bütün yaradıcılar bu formada o Məncə elə olur başlarına əslində. elə. Amma yenə də bu məni qane eləmir əlbəttə ki. Amma elə olur həqiqətən. Yəni əksər belə baxdığım, oxuduğum filmlərdən, kitablardan da əksəriyyətində əslində yəni yanaşma bu formada olub da belə baxanda. Yəni özlərini nəyəsə məcbur eləməyiblər. Okay, hazırda belə hiss eləyirəm, ona görə nəsə yaradıram, nəsə yazıram, nəsə çəkirəm formasında olur. Bilmirəm. Yəni mən də özümü onlarla bir yerə də qoymuram. Yəni məndə vəziyyət o deyil. Amma ki, bilirsən, məsələn, bundan əvvəlki bölümü yazanda tutaq ki, mən əvvəl mahnı sözü və sair bir neçə dəfə yazdım da, cızma qararçı və yaxşı da alınırdı. Amma sonra baxdım ki, yox, nəsə alınmır, yaza bilmirəm da. Bunu da niyə fikirləşdim bilmirəm. Amma mən necəsə qərara gəldim ki, mən mahnı sözü yaza bilmirəm da. Yəni hə də elə belə ilham gəlmişdi, yazdım da alınmır dedim. Bundan əvvəlki bölümü, yazanda podkast üçün əgər bir gün ölsəm, yazdım. Baxdım ki, səs çox qısa oldu. 4 dəqiqə filan oldu və həm də nəsə bir yarımçıq istədim ki, onun sonunda nəsə olsun və dedim bəlkə mahnı yazım bunun sonuna. Və bunu dedim, götürdüm dəftərimi, bir cümlə yazdım, sonra baxdım yox, sildim və sonra o mahnı sözünü bir dəfəyə bütöv yazdım, üstündə düşünmədən. 2-3 dəqiqə vaxtımı aldı onu yazmaq. Yazdım və nə bilim götürdüm Sunodan musiqilər yoxladım filan, ən sevdiyim tərzdə defalara əlavə elədim və hə, mahnı çıxdı. Üzü 3-4 mahnıdan birini seçdim ki, budur. Və özümə baxdım ki, yalansa sənin üzvə lənət ki, Fəridə. Yaza bilmirəm. Sən oturdun, yoxladın ki, yaza bilmədin. Sadəcə eləmədin. Niyə? Sən çünki bir yerə oturub iş görmək istəmirsən. Məsələ budur. Ki, yəni sən deyir o bir atalar sözü var ya, məsəldir bilmirəm, deyir ki, sən deyirsən çaydan keçim, amma üstüm islanmasın. Elə bir dünyada yoxdur. Nəysə belə. Özümü görməyə gözüm yoxdur. Özümü sevmirəm hal-hazırda. Bütün planım pozuldu. Podkast belə olmamalı. Bir dəqiqə, bu podkast belə olmamalı.
Karşımdaki sonu bilsən necə oldu? Çox normal şəkildə planlı bir həyat yaşayan, karyerasında irəli gedən, əmin addımlarla pillə-pillə yüksələn dostumu pis yola çəkib onu baltalamağa çalışan bir insan pozisiyonu. Yox, nə əlaqəsi var? Allah da deyir benim belə. Mən nə pis adam uymuşam. Bu belə olmamalıydı məncə. Şey olaraq deyil. Necə də belə olmamalıydı. O podkastı şey olaraq məncə fiks bir şeylərdən getsək, suallar üzərindən getsək daha şey nə deyirlər ona, daha rahat olacaq. Yo, okeydir, bu da okeydir, normaldır. Təcrübələrimizi bölüşdük, uğurlarımızı və Ay, nə alaka? zəif tərəf nəzərə verirəm, elə deyil. Mən onsuz da nə olduğumu bilirəm. Ya, özünü gömdüysə gömdüyü nə əlaqəsi var? Əlaqəsi yoxdur Fəridəcan şu an. Yəni bu mövzuda, yəni bu mövzuda bəli də, yəni lazımdır mənə bir-iki kəlmə üzümə baxıb demək ki, səndən adam olmayıb, deyir, olmayacaq da. Oldu. Yox, əlaqəsi yox. Təkrar salam ay fikirçi. Aytəkinlə son kadrımız alınmadığına görə, son hissə üçün bir-iki kəlmə deyib, sonra da Aytəkinin mənə göndərdiyi WhatsApp səs yazmasını sənə dinlədəcəm və bu bölümü yekunlaşdıracağıq. Əslində bir tık pis olmuşam, çünki həmin gün bölüm bitəndə, bölümün sonunda çox qəşəng şeylər danışmışdıq və ürək sözlərimi çox səmimi şəkildə sənə ötürmüşdüm. Sadəcə belə oldusa, belə olmalıymış deyirəm yenə və işin içindən çıxıram. Həmin gün deyirəm, çünki səs yazmanın üstündən heç olmasa bir həftə keçib. Güya mən bunu həmin gün montaj eləyib paylaşacaqdım, amma yenə də eyni məsələ ki, Fəridə olmaq bunu tələb eləyir. Həmin gün çox o son kadrda çox belə ürəyə yayılan isti bir şeylər dediyimi xatırlayıram. Çünki dediyim şeylər özümə belə xoş gəlmişdi ki, bu çox nadir hallarda olur. Amma indi heç nə xatırlamıram. Yəni bildiyim və demək istədiyim odur ki, günün sonunda hər nə olursa, necə olursa, əslində belə olmalıdır deyə olur. Gecikmirik, çünki hər şey öz vaxtında olur. Burdayıqsa deməli belə olmalıymış. Yəni bir formada əminəm ki, əgər sən də necə deyim, sən də mənim kimi çətinlik yaşayırsansa, ya da istənilən mövzuda çətinlik yaşayırsansa, ya da bəlkə də planlar içində bu olmusansa, hər necədirsə, bil ki, su axıb çuxurunu tapacaq və hər şey günün sonunda səni çətinə salsa belə yaxşılığa doğru olacaq və dəyişəcək. Belə olursa, demək ki, belə olmalıymış. İlahi plan həmişə bizim planlarımızdan üstə durur və əsas məsələ odur ki, nə edirsənsə elə, ya planların dalınca qaç, ya planlardan qaç, onlar səni qovsunlar. Necə olur olsun, təxirə salsan da, çətinə düşsən də, içində əzilsən də, yorulsan da, heç vaxt həyatı təxirə salma. İndi isə istəyirəm ki, son sözü ötürüm Aytəkinə. WhatsApp-dan səsi sənə dinlədəcəm, amma bilmirəm necə olacaq. İnşallah ki, yaxşı səslənər. Hə, Fəridəcan. Deməli, həyat təxirə salma məsələsindən bağlı mən yanaşmamda, yəni həyat qaçır və qaçan həyatda qarşımıza çıxan fürsətləri bir formada dəyərləndirməliyik ki, belə deyim də, ayaq uydura bilək, yəni uyğunlaşa bilək həyata. Yanaşma olaraq bu formada fikirləşirəm. Amma istənilən halda sənin dediyinlə də razı deyiləm. Bayaq alınmayan kadrımızda dediyim kimi, yəni 2-3 il sonra bu mövzunu bir də danışarıq. 2-3 il sonra eyni sualı səndən yenə soruşacağam. Məncə cavabın tamam fərqli olacaq və hətta çox istəyirəm ki, daha yeni bir mövzulu podkastda bu məsələni müzakirə edək. Və olduğumuz yerlərin tamam fərqli olacağına, tamam fərqli düşüncələrdə olacağımıza çox əminəm. Dəhşətli dərəcədə əminəm. Belə.
Olar, niyə də yox? Müzakirə eləyərik. Yaşayaq görək nə olur? Həyat bizi hara aparır, necə insanlara çevirir? Hər necə olacaqsa yaxşı olacağını ümid eləyirəm və gələcəkdəki bizə burdan bir salam göndərirəm. Çünki gələcəkdə düşünürəm ki, bu məsələni müzakirə eləyəndə dönüb bu bölümə bir də baxarıq. Görək həmin vaxtdakı Fəridə ilə Aytəkin indiki Fəridə və Aytəkinə baxanda nə görəcək, nə hiss eləyəcək? Təkrar burdan həmin Fəridə ilə Aytəkinə salam göndərirəm, onları qucaqlayıram və ümid edirəm ki, onlar onda da sevilməli adamlar olacaqlar. Belə ay fikirçi, bu bölümü baş ayaq da olsa, nə bilim səs keyfiyyəti zəif də olsa, qırıq-qırıq da olsa, internet problemləri ilə və s. artıq necədirsə, olduğu kimi səninlə bölüşəcəm. Çünki mükəmməliyyətçiliyin başını çoxdan buraxmışam. Heç ehtiyac da yoxdur. Mükəmməl olan çox darıxdırıcıdır. Biz belə qalaq səhvlərimizlə, əyri-üyrü cəhətlərimizlə, qorxularımızla, zəifliklərimizlə. Hər necə isə belə gözəlik. Hələlik.